Gəncədə iş var yoldaşlar. Gəncədəki işdən bəhs etmək istəyirəm. Deməli, Gəncə Molda iş var yoldaşlar. Misal üçün, orada Rozmanda iş var. Hansı işlər var? Mağaza müdürü var, mağaza müdürünün müavini var. Sonra satış məsləhətçi kimi işlər var. Onunla bağlı Gəncə Mola yaxınlaşıb müraciət edə bilərsiniz. Bundan əvvəl xəzinədar işi var Gəncədə. Rus dilini amma bilməlisiniz. Fərq eləmircinsiniz. Bəy və xanım olmalısınız. 530 manatlıq bir işdir. 1 ilə 2 iş təcrübəniz varsa, Azərbaycan və rus dillərini sərbəst bilirsinizsə, günorta 3-ün yarısından gecə 12-nin yarısına qədər işləyə bilərsinizsə, 530 manatlıq belə bir iş var yoldaşlar. Xəzinədar işidir. Bu, Cinemaster kartdadır, kinoteatr şəbəkəsindədir yoldaşlar. Bundan əlavə Xalq Bankda iş var, Gəncə filialının da müştəri təmsilçisi olaraq. Bu, amma 2 illik iş təcrübəsi tələb edir bu sahədə. Maliyyə hesabatlarını təhlil etmək bacarığı tələb edir. Sonra Gəncədə kasser işi var Kontafonda. Ali təhsillisinizsə bu işə müraciət etməyi düşünə bilərsiniz və əlbəttə ki, ofis proqramları üzrə də biliklərə maliksinizsə əgər. Gəncədə həmçinin bölgələr üzrə belə deyim təcrübə proqramı var və həmin o təcrübə proqramında Gəncə də daxildir yoldaşlar. Bir dəqiqə, bəli, Gəncə filialı da daxildir. Amma ki, bu belə deyim də leasing şirkətidir yoldaşlar. Bu leasing şirkətində təcrübə proqramıdır. Gəncə filialı üçün. Kim olmalısınız? Ali təhsilli olmalısınız. B kateqoriyalı sürücülük vəsiqəniz olmalıdır. Ünsiyyət bacarığınız olmalıdır. Gənclər üçün sərf edə bilər və yaxud da karyerasını bu sahədə həqiqətində qurmaq istəyənlər üçün sərf edə bilər. Deyin nəyə görə? Çünki əmək haqqısı 200 manatdır. Niyə? Çünki təcrübə proqramıdır yoldaşlar. Belə bir variantlı bir işdir. Yarım iş günüdür özdə həmçinin qeyd edeyim. Yəni həftədə 5 iş günüdür və yarım iş günüdür. Yəni belə deyək də 8 saatdan az olan bir işdir. Və 3 ay davam edir. Belə bir variantlı iş var. Yəni zaten bu gənclər və yeni məzunlara sərf edə bilər. Bundan əvvəl Yellow Bankda iş var. Kreditlərin monitorinqi üzrə mütəxəssisə ehtiyac var. Mikrokreditlər üzrə 2 illik iş təcrübəniz varsa, ali təhsillisinizsə, bu tipli işə də müraciət edə bilərsiniz. Bunlar qeyd edeyim ki, ən sonuncular edir, amma siz təkcə Gəncədə olan işlər ilə ancaq bunlardan ibarət deyil, digər işlər də var. Həm digər işlərlə, həmçinin bu işlərlə bir sözlə iş tapmaqda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əcəvadı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.